bütün hamı bildiyi kimi keçən il qızılca xəstəliyi bütün uşaqlarda yayılmışdı. Hansı ki, mənim öz praktikamda belə uşağın tənəffüsü dayanıb, ürəyi dayanıb bizə müraciət etmişdi. Biz ona resusitasiya belə eləmişdik. Yəni, adi bir qızılca infeksiyası bizim göz ardı etməməmiz gərəkən infeksiyalardandır ki, bu infeksiyalar ölümcül ola bilər, uşaqlarımızda təhlükəli nəticələrə səbəb ola bilər. Ona görə mütləq peyvəndlənmə. Yəni, peyvənd mütləq gərəklidir və bütün uşaqlarımız peyvəndlənmə haqqı vardır və hamısına peyvənd olunması gərəkməkdədir. Bu, vacib bir məsələdir və biz həkimlər olaraq da sizi bilgiləndirməkdə özümüzü borc bilirik. Bəzi söyləntilər var ki, uşaqlarda peyvənd edildikdən sonra autizm xəstəliyi yarana bilər, hər hansı bir xəstəliyin ağırlaşması ola bilər, uşaq ölə bilər, peyvənddən şok keçirdə bilər ki, belə bir xürafələr var deyək. Təbii ki, bunların hamısı yanlışdır. Peyvəndlər tamam həfif simptomlarla özünü göstərə bilər ki, hansı ki, o uşaqda həmin gün peyvənd olunduğu gün həfif hərarət yüksəkliyi ola bilər, həfif halsızlıq ola bilər ki, həfif simptomatik əlamətlər görülə bilər və bu zamanda biz onun qarşısını almaq üçün zaten önərilərdə bulunuruq, valideynlərimizə söyləyirik. Bu şikayətlər olduğunda bu tədaviləri edəcəksiniz və uşaqlar da rahat bir şəkildə atlatırlar, yəni bu dönəmi. Ən böyük təhlükə peyvənd deyil, peyvənd olunmamaq.